Salam əziz şagirdlər, sizinlə bugünkü dərsimiz söz birləşmələrinin quruluşça növləri və mürəkkəb adlar haqqında. Əvvəlcə bugünkü dərsdə keçəcəklərimizin qısa planı ilə tanış olaq. Söz birləşməsinin quruluşça növləri, mürəkkəb adlar və mürəkkəb adların yazılışı. Düşünək, aşağıdakılardan hansılarını söz birləşməsi hesab etmək olmaz? Fikirlərinizi əsaslandırın. Ən doğru söz, təzə imarətin bəzək işləri, Azərbaycan memarlığı, razı olmaq, zirvəyə doğru yol, sənin üçün, lüğətin ilk cildi, dayaq olmaq, məsələ həll etmək. Gəlin söz birləşməsinin quruluşça növləri ilə bağlı müəyyən məlumatları araşdıraq. Söz birləşmələri quruluşu iki cür olur. Sadə və mürəkkəb. Sadə söz birləşmələri iki müstəqil mənalı sözün birləşməsindən əmələ gəlir. Məsələn, evin divarları, hər iki söz müstəqil eksik mənaya malikdir. İsti hava, gördüyümüz kimi burada da həmçinin hər iki sözün müstəqil eksik mənası var. Yaxşı danışmaq. Burada da həmçinin eyni şeyi söyləmək olar. Mürəkkəb söz birləşmələri isə üç və daha artıq müstəqil mənalı sözün birləşməsindən əmələ gəlir. Atamın təzə maşını, görürsünüz, atamın təzə maşını üç söz, həyətinizdə güllər əkərkən. Burada da hər üç sözün müstəqil leksik mənası var.